Sual gəlir. Büdcə prosesində, büdcənin hazırlanması prosesində, büdcə layihəsinin qanunla təsdiq edilməsi adətən kimin funksiyasındadır? Sualı bir də təkrar edirəm. Büdcə prosesində büdcə layihəsinin qanunla təsdiq edilməsi kimin funksiyasındadır? A. Mərkəzi Bankın, B. Prezidentin, C. Parlamentin, D. Nazirlər Kabinetinin. Yadınızdadır, büdcə haqqında danışanda mən danışmışdım. Büdcə layihəsi necə tərtib olunur? İndi birinci bu qrupdan soruşacağım ki, sonra kopya çəkmə olmasın. Vaxt gedir. Bir dəqiqə vaxtınız var, fikirləşə bilərsiniz. Yəni fikirləşməyə vaxtınız var, tələsmirik. Sualı bir də təkrar edirəm. Büdcə prosesində suala diqqətlə qulaq asın. Büdcə layihəsinin qanunla təsdiq edilməsi adətən kimin funksiyasındadır? Mərkəzi Bankın, Prezidentin, Milli Məclisin, yəni Parlamentin, bir də Nazirlər Kabinetinin. Cavabı almaq olar sizdən. Hansını deyirsiniz? Vahid qəbul. Nazirlər Kabineti deyirsiniz. Siz nə deyirsiniz? Nazirlər Kabineti. Bu qrup dedi ki, Nazirlər Kabineti. Keçirik o birisi qrupa. Siz nə deyirsiniz Aynur? Parlament. Bu qrup qalib gəldi. Görürsünüz? Sual belədir. Sual büdcə layihəsinin qanunla təsdiq edilməsi. Görürsünüz? O birisi yarım qrupa. Bax bu qrupu görürsünüz. Tamam. Davam edirik.